Bu tip xəbərləri qaçırmamaq üçün kanalımıza abunə olun. 22 aprel 2026-cı il tarixini Azərbaycan üzrə hava durumu ilə bağlı ətraflı proqnozu təqdim edirik. Hazırda ölkənin bəzi bölgələrində müşahidə olunan yağışlı hava şəraiti gün ərzində də davam edəcək və bu da ümumi atmosfer vəziyyətinə təsirsiz götürməyəcək. Paytaxt Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Günün bəzi saatlarında qısa müddətli yağış yağacağı ehtimal olunur. Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gündüz saatlarında 14-18 dərəcə isti, gecə isə o -12 dərəcə isti təşkil edəcək. Dənizdə dalğalanma orta səviyyədə olacaq ki, bu da sahilyan ərazilərdə yaşayanlar üçün nəzərə alınmalıdır. Ölkənin şimal və şimal-qərb rayonlarında, o cümlədən Quba, Qusar, Şəki və Zaqatala bölgələrində hava daha qeyri-sabit olacaq. Bu ərazilərdə fasilələrlə yağış yağacaq. Bəzi dağlıq zonalarda isə leysan xarakterli yağıntı və şimşək ehtimalı var. Havanın temperaturu gündüz 10-15 dərəcə isti arasında dəyişəcək. Qərb rayonlarında, xüsusilə Gəncə və ətraf ərazilərdə də yağışlı hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə yağıntının intensivləşəcəyi gözlənilir. Temperatur 12-17 dərəcə isti civarında olacaq. Cənub bölgəsində, yəni Lənkəran və Astara istiqamətində rütubətli hava şəraiti davam edir. Burada da yağış ehtimalı yüksəkdir. Səhər saatlarında duman müşahidə oluna bilər. Temperatur 13-18 dərəcə isti təşkil edəcək. Aran rayonlarında isə hava əsasən buludlu olacaq. Bəzi yerlərdə qısa müddətli yağış mümkündür. Temperatur 15-20 dərəcə isti arasında dəyişəcək ki, bu da digər bölgələrlə müqayisədə nisbətən mülayim hava şəraiti deməkdir. Dağlıq ərazilərdə, xüsusilə Qarabağa və Naxçıvan bölgəsində hava dəyişkən olacaq. Yağıntılı hava şəraiti burada da özünü göstərəcək. Yüksək dağlıq zonalarda qarla qarışıq yağış ehtimalı istisna olunmur. Temperatur 5-10 dərəcə isti civarında olacaq. Ümumilikdə qeyd etmək olar ki, 22 aprel 2026-cı il tarixində Azərbaycanda hava qeyri-sabit və əsasən yağıntılı keçəcək. Bu səbəbdən sürücülərə yollarda diqqətli olmaq, piyadalara isə hava şəraitinə uyğun geyinmək tövsiyə olunur. Bugün üçün hava şəraitini izləməyə davam edin və gününüzü planlaşdırarkən bu proqnozu nəzərə almağı unutmayın.